Görürsən mi? Ona görə ehtiyatlı olmaq lazımdır. Nə gətirmişsən, nə icad eləmişsən? Süper oldu. Ha, əla oldu. Gör nə voydu ne 1, uzadı. 2, 3. Oyunu fikirləşən Cavid. 2, 3. O həmin nostalgiya. Vay, bunu bək saxlamaq lazım. Dağı tökdü külək. Bura yaxşı yerdir. İnsanlar yaxşı deyil. Zibilliyə bax sən. Emin, biraz işimiz olacaq. Bu zibilliyi buradan yığışdırmalıyıq. O dirək hər kəs həyatda bir iz qoyub getməlidir. Ya belə yoxdur. Bunlar o sözü səhv başa düşüblər. Eyvah. Bu cür gözəl yeri Ayda nə qəşəng. dəniz Dərindir qəşəng. ya birdən-birə. Nə var? Görsən mi? Yox, çox dərin deyil bura. Çox dərin deyil. Yo, dərindir. Sən elə gəl. Biraz da baxalım. Görsən mi? Nə günə qoyublar ərazini. Hərə bax bir dənə belə paket tullasa, bütün çimərlik zibilə dönür. Salfetka niyə? Bax, bunu niyə atırlar? O dəmir. Zibil qabıcı açınlar. Gəl bunu saxla. Burada bax, maşının motor yağının qabıdır. Sigaret kutusu. Görsən, bunu uşaqlar atır. Valideynləri necədirsə, uşağı da elə böyüyür. Sən böyüyəndə zibil atacaqsan təbiətə, hə? Yox. Bura bax, Emin. Görürsən? Bax. Şüşə. Gəliblər, şirə içiblər, spirtli içki içiblər, hər nə içiblərsə. Bax bu. Butulkanın, şüşəni atıblar dənizə gediblər. Fikirləşirlər ki, burada axı uşaqlar oynayır, dənizdir, ayaq yalın gəzə bilər uşaqlar. Hansısa uşağın ayağını kəsə bilər. Bax bu düşüncəsizlər onu düşünmürlər. Ki bu hansısa balaca bir uşağın ayaqlarını kəsə bilər bu şüşə. Görürsən mi? Ona görə ehtiyatlı olmaq lazımdır. Yenə də bax ayaq yalın gərək
Adam ailəsinə istirahətə dənizə gəlir, ayaq yalın gəlsin uşaq. Bu xeyirdir, amma görürsən, belə insanlara görə alınmır. Keç o başa. Külək bu tərəfdəndir. Burası belə açsa. Qabaq hissəsi bəlkə elə şeydən çıxsın biraz, sadırdan çıxsın. Biraz mənə tərəf gəldi. Maşına çox yaxın olmadı. Yox, biraz arxaya əksinə verməliyik. Həm də maşına yaxın olmalıdır onsuz da. Markizanı açanda qabağını tutsun çadırı. İndi çadırı qurandan sonra düzəldə bilərik. Emi, gəl bura balam. O balaca suyun birini apar anaya ver. Qoy. Ay, Sağ ol, sorry. Bu dəfə balaca çadırı gətirmişim. Buraya üçün kifayət edir də. Belə fırlatmalıyıq pəncərə bura. Aha. Ay Allah, küləyin tabii. Yana açırsan belə. Neyse. Külək qalsın öyle. Markizan açaq olsun. Bura çıxmalı olacağım mən. Gözlər hələ yox. Mən çıxaram. Şimdi orada. Çıxar da onu orada. Tutacaq ha, indi ehtiyatlı. Ha, yaxşı oldu elə çadırın qabağını tam tuturdu.
Emin. İğne gətir 2 dənə. Bırakın mı? Markiza necədir? Xoşuma gəldi. Kölgəli yerimiz oldu. Amma Nəsə ki, nə? çatmır, elə bir belə renk, yaşıllıq, meşədən sonra, meşə kamplarından sonra meşə kamplarına. yaşıllıq. Doğrudan yaxşı masaldın. Bu dəfə ona görə? yaxşılığı özümüzlə gətirmişik, gözlə. Nə gətirmirsən, nə icad eləmişsən? Bax, Gətirmiş. nə gətirmişim. Nədir bu? Saxla. Həm kölgə eləyəcək, qoymayacaq yandan gün düşsün bizə. Həm də biraz yaşıl rəng qatacaq kampımıza. Nə gözəl. Yox, yox. Heç. Aha. Gətir onu ora. O küncünü apar, Biraz. Markizan küncünə. Aha. Ay, necədir? Əladır. İndi Emir bunu kölgə oldu şəhər o tərəf. kölgədir, hə. Yaxşıdır. Yaxşıdır, yaxşıdır. Hə, necədir? Xoşun gəldi yaşıllıqdan? Yaxşıdır, hə. Super oldu. Ha, əla oldu. Xoşun gəldi, mi? Gördün, həm kölgə oldu. Gün batdıqca o tərəfdən yandan gün vuracaqdı bura. Markiza kömək edeməyəcək. Həm kölgə oldu, həm də yaşıllığımız oldu. Kölgəliyimiz gedəcək. Düz amma bir dənə mənfi tərəfini mən artıq tapdım. Hava buraxmırsan. Yox, hava gəlir. Arılar da oldu. Yaşıllığa arı gəldi. Havanın da qarşısını biraz aldı, amma ki Yaxşıdır, külək yaxşı ki var, biraz sərindir. əsas o da kölgəli oldu. Hə, əsas o da kölgəli oldu. Otaq kimi oldu da bura. Keç. Sən elə oradan qoy bax. Yavaş.
Hə, bax. Bəh, nə düzəltmirsən sən burada? Gəl, sərinlə. Desert. Nə qəşəng. Meyvəli dondurma düzəltmirsən. Ölçələ qal. Emişin istəyi ilə. Hə. Əladır. Xoşun gəldi, değil mi? Ətli. Tutmuş olsun. Maraqlı deyil. Dəniz qıranda mən hələ bu qədər arı görməmişdim. Daha qıramda olmuşdur. Mən yuvası hardadır? Mənə də maraqlıdır da. Ağac yox bir şey. Mən desert eləyəndə bu oturdu. Qəşəngcənə. Meyvələrdən yedi, indi doyub. Malinanın dadı çox qəşəng çıxıb ha. Meyvələr də, dondurma da, soyuducuda yaxşı qalıb. Sərin damız. Mən yedim, qutardım sizlərə. Sürətlə yesən. Axşam düşdü, bayaq dənizə baxdım. Meduza yaman çox gəlib. Emir onu çabalayır tutmağa. Hə, dedi, tutmaq istəyir. Tutdun? Ay, buna bax, görünə boy da tutdu. Oo, Görünə boy da 1, meduzadır. 2, 3 xırdalar. Amma bu, Xırda yox, bu çox böyükdür. bildimi, bax. Xırdalar var, hə, deyə var, burada da var xırda. Amma bu görünə boydadır. Dənizdə bundan da yekəlir. Ayda, bu. İndi məsələ nədir? Meduza gəlibsə sahilə, axşam sahil bütün fosfor olmalıdır. İşıqları yanmalıdır meduzaların, görəcək onu. Emir, diqqətlə Çox nadir baxdın ona. hadisədir. Niyə? Görürsən onu. Nəyi? Buna bax. Maraqlıdır, maraqlı canlıdır. Üzdü eləmə biraz. Heykəl kimi deyəndə, qorxur deyənə üçün. Aparım bıraxım. Apar bırax, yazıqdır, görməsin. Get yaşa. Oyunun qaydaları aydın. Başlaya bilərik. Başlayaq. Kimdən başlayaq? Səndən. Məndən. Birinci suya sən gir. Sən sana. 1, 2, 3. Yıxıldım. Bak geliyor. Ay va aşkım. Yaş oldu ya burada sonra biraz. Hayır, oldu suya. Aşmadı. Yaş oldu. Ağzını sıcaktır. Bir,
2, 3. O oyunu fikirləşən zadı. Tez 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 tez. Ha. Aha biri var. Öldü gördüm ben seni. Kürək qoy buraxsan. Aha. Bugün buradayım. Aha, tələsmə, tələsmə. Biraz qabağa get, soğa. Nəhayət. Yaşlı daşlar. Tam yox. Bir dənə dəxlim var. Birinci getdi. İkinci de gitti. Kaldı. Onda. Bir, iki, üç. Vay. Of of of. Ay sağ ol. Kaldı. Onda. Hoppa. Köynəyi əynimdə yuram. Buzlu sudan. Oradan biraz yüzlü toz da ver. Köynəyi əynimdə yuyum. İşte havada Miya limanadı. Ama şuraya Buz kimi. Külək var ha, hərdən külək bərk vurur özünə. Üstü de. Ha, buz kimi. Gel demiş. Sarınları. Havadır, ləzzət. Oyunumuza davam eləyək mi? Buzlu yeri var ha. Buzlu yeri. Ləzzət elədi.
Nə istəyirsən, bax. Buzu yedin. Dalğa biraz azaldı elə. Külək istiqamətini dəyişir. Oo, heç yoxdur məndə. Tapdın. Aha. 2 qaldı. Buna sesli oldu. İstidir. Hı. Gözlə, ona da əlacımız var. Nə gətirmirsən? İndi sərin olacaq. Bu sənin. Bu da mənim. Sərin oldu. Bayaqkindən sərin oldu. Oyna. Emi, biz uşaq olanda həm belə bir oyun idi, həmişə oynayırdıq. Deməli, hər kəs öz fikrini deyir. Məsələn, 2-2 deyə bilərsən, ya 3-1 deyə bilərsən. Bu qarpuzun bu hissəsi var. Ayşən, gəl sən də. Gəl baxa görə kimin dediyi düz çıxacaq. Təxmini düz çıxacaq. Bax, gördün, 4 xənə belə xət çəkdim də üstünə. Bunu bölürsən, bu bölünür 4 yerə. Sonra bunu atacağıq, bax, belə yerə. Ola bilər ki, məsələn, 2 ağ, 2 qara düşsün. Bax, belə. Ola bilər ki, 3 ağ, 1 qara düşsün. Ola bilər 3 qara, 1 ağ düşsün. Qabaqcadan təxmin edirik hər birimiz. Görə kimin dediyi düşəcək. Mən məsələn deyirəm 3 ağ, 1 qara. Sən nə deyirsən? Hamısı qara. Hamısı qara. Sən nə deyirsən? Mən də deyim 2 ağ, 2 qara. 2-2. 3 ağ, 1 qara, hamısı qara. 2 ağ, 2 qara. 1, 2, 3. Oo, Ayşən qalib gəldi. Ayşən təbrik edirəm. 2 ağ, 2 qara düşdü. Yaxşı. Arzu tutmaq lazım deyil, değil mi? Eləsi var, arzu tutur. İndi mən o oyun kimi baxdım da ona. Çünki o qədər də elə şeylərə inanmıram. Arzu tutdunsa, Yox, tutmadım. təkilçin olsun. Tutsaydım elə olmayacaq. Tutmadım deyənə düz düşdü. Bax, bu əsl yayın çimərlik süfrəsidir. Biz uşaq olanda dənizə gedəndə, dənizə gedəndə nə aparırdıq? Ancaq qarpuz, yemiş, pendir, pomidor, çörək. Pomidor da zirə pomidor. Başqa heç nə. Başqa heç nə ehtiyac yox idi. Hələ birazdan mən sənə göstərəcəm bizim uşaqlığımızın kartof frisi necə idi. Bilirsən necə idi bizim kartof fri? Bilmirsən. Birazdan görərsən. Nuş olsun. Nuş olsun. Bunlar bayaqdan yox idi. Gündüz arılar idi, gecə də düzülər. Nə bilim, nə düzdür, ağac qanat yoxsa nədir? Arı bizə sanmamışdı heç. Arılar, Ağac qanatda girişdi. Arılar yaxşı arılar idi. İndi közə düşsün, köz olsun. Közün içinə kartofları atacağıq, bütöv. Biz uşaqlıqda bütün bayramlarda, belə ailə ilə, dostlarla yığışanda mütləq közün içində o kartofu bişirirdik. Qapqarı olurdu, his. Sonra onu bölürdük ortadan. Duzluyurduq. İçini yiyirdik də, qabığını yemirdik də, qapqara idi. Əllərimiz qapqarı olurdu, amma onun ləzzətini heç nə vermirdi. İndi siz rahatca fri kartof alıb yeyirsiniz. Bizim üçün o vaxt o közdə bişən kartof fri kartof kimi idi. Tez-tez meşəyə gəzməyə gedirdik. Ən asan rahat yemək o olurdu. Tonqalı yandırırdın, sonra da közün içində bunlar əlavə edirdin də. Novruz bayramında tonqal qalıyırdıq.
Hamı həsrətlə gözləyirdi, tonqal köz olsun, içində kartof ataq. Düzdür, açığı mən sevmirəm. Sevmirsən? Nədənsə sevmirəm. Onun marağı bilsən nə idi? Bütün əllər qapqara olurdu. Prosesi də onun gedişatı maraqlıdır. Gedişat maraqlı idi. İndi biz onu, deyək, kartof var burada. Bişirəcəyik, dadına baxarsın. Taxta. Nə? Sizin taxta. Taxta? Yox, indi biz gözləyəcəyik köz olsun. Közün içine kartofları ataq. O yavaş-yavaş bir yarım saata bişəcək onun içində. Bəlkə elə o bişənə qədər də biz film izləyərik. Olar. Bir film izləyərik. Olar. Biz də Quraşdırarıq dadına bura. baxar bişəndən sonra. Quraşdırarıq bura. Köz də yavaş-yavaş tüstüləyər. Bəlkə ağacı qanad da olmaz. O yandırdıq. O qədər ağacı qanadı yox. Azaldılar, fikir ver. Çadır Azaldı. tərəfdə bizdə biraz var. Azaldılar ama. Xeyli azaldılar. Hava qəşəng sərindir. Ləzzət edir. Biz Emil'lə üşüdük hətta. Ha, gördüm elə uzun vurdu. Hər təbiətin öz gözəlliyi var. Burada dənizin dalğalarının səsi gəlir. Onun da bir ayrı ləzzəti var. Meşədə çayın səsi ləzzət edir. Mən sənə bir şey deyim. Əvvəllər, bax indi görsən cırcıramağın səsi bir fərqlidir. Meşələrdə, rayonlarda da bu cırcıramadan idi əvvəl. Amma indi fərqlidir. İndi ancaq cırcıq edir rayonda. Bu eləyən Başqa yoxdur. cür səslər. Burada amma bax, o həmin nostalgiya. O vaxtki cırcıramalar. Keçmiş. Keçmiş Qapıma cırcıramalar. qaytardılar sən. Uşaqlığıma getdim. Nə düşünürsünüz Emil bəy? Nə olacaq bu işlərin axırı? Emin fikrə gedib. Bir aydan sonra demək olar ki, bir aydan çox var elə vaxtımız. Məktəb açılır, dərslər gəlir. Elə onun fikri götür Onu bunu. fikirləşirsən. Tətil bitsin, bitməsin. Bitsin. Çoxdan da baxmıram bu günə. Mən də unutmuşam. Gördüğünüz bu deniz geçmişte yok. Profesör, bəs burada o vaxt hiç su olmadı. Çok az oldu. Ona göre de bu yerlerde suya olan ihtiyaç o zaman halk arasından nağıllar ve efsaneler yaratıldı. Emi, Tabii kömür dedim. kömür deyil. Bizim uşaqlığın fri kartofu budur balam. Biz belə közdə pişirirdik, qapqara, əlim də qaraldı. Ne Sonra- kim dedi bu yazık? Bunu bax belə bölürdük. Bax, içi görsən nə qəşəng bişib. Sonra bunu bax belə, bax mən burasını göstərim sənə. Böyük hissəsini sənə verəcəm. Orada yenə var onsuz da bişir. Bax, bax, bax görsən soyduğu nə qəşəng oldu. Bunu bax belə buradan tut. Bax, Emi. Bax bunu belə eləyirsən. Bax belə. Bölürdük. Bax belə. İndi düşdü adına bax. Deyib o burasından işlə. Qara yerinə yox da buradan. Necədir? Belə də. Free kartof yaxşıdır, bu yaxşıdır. Free kartof. Bu da dadlıdır. Biz bunun üçün uşaqlarla yığışırdıq hamı.
O dildə mən birinci yeyirəm, bu dildə mən birinci yeyirəm. Ancaq bu məhsulun necə hasılatı. Duzlayıb yanı daha yaxşı olur. İndi o biriləri duzlayıb yeyərik. Dişdə deyil, buradan pişmiş yerindən dişdə görünə qatıydı. Gel. Bu şeydən çıxıb. Ya, bunu saxlam. Bunu bək saxlamaq lazım. Mən onu yığım, sonra tez bunu yığam. Hə də. Ay sən də orada. Yığa da biləcəyi ortamdan gedə. Küləklə oyun çıxaçdı. Bax, indi oradan çıxanda Ayşən, sənə ağırlıq Əyilib bu. Əyilib o da. Ha, indi bu da sınması. Tut, bunu bək. Tutmuşam, buradan da tutmuşam. Dağıtdı, tökdü külək. Qorxma, tutmuşam. Ayaqlarını yığ. Belə fırlat, qaldır yuxarı. Ay, doktor, bu niyə çıxdı onu? Oy, oy, oy. Qaldırar ha səni yuxarıya. Ayağı qatda sağ altına. Aha. Necə sındı ayağı. Ver onu bana. Sən bu bir işıqları yığdın hamısını, ha? Yığdıq, hə, korobkası. Qalmadı, boş korobka qalmadı ki orada, hamısı yığıldı. Aycan, hə, yığ. Yığ, mən də başqa şeylər yığım. Yaşılı yığaq da, heyifdir. Hə. Bu külək üstünə qoydum. Burada 2 dənədir. Şuraya baxayım. Yaxşıdır, hələ yığa bildik bunu. Səhər yeməyimizi yeyə bilmədik. Ay, nəhayət. İnana bilmirəm ki, biz bunu yığdıq. Salça. Eminlə bir yerdə gedirdi çalır. Vallahi. Götür. Vallahi.